Laçın rayonunun Bəyli kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə kəndə daha 41 ailə və ya 163 nəfər köçürülüb. Yenidən qurulan kəndə qayıdanlar Respublikanın müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən ailələrlə yanaşı ümumilikdə 43 mindən çox insan yaşayır. Bunun demək, dillə demək olmur. O sevinci heç kimə demək olmur da. 35 ildir həsrətini çəkmişik. Bugün Allahın bu gününə çox şükür ki, öz vətənimizə qayıdırıq. Laçın alınan gündən mən yoldaşımla Laçındayım. Özümüz orada vaqon almışıq, düzəltmişik. Yoldaşım dala qayıtmır ki, mən 35 ildir həsrət çəkmişəm, qayıtmıram. Ancaq indi də şükür Allahın bu gününə evimizə köçürük. Bütün ailəm gedir da, ailə üzvlərim hamısı gedir. Oğlum, gəlinim, nəvələrim, yoldaşım, hamımız gedirik evimizə. Bəyli qəsəbəsində bizə gözəl ev verilib. Gedirik həmin evdə yaşamağa, təzədən Laçında yaralıb işləməyə. Uşaqlarım da, özüm də. Gələndə qaçqın hissi ilə gəlmişdik. İndi çox gözəl hiss ilə qayıdıram doğma vətənimə.